Hə, nəyə dəyişsən iş adamsan, qardaş, nəyə dəyişsən başa düşürsən, sən çək, mən işlədim orada. Qazax rayonunun hansı, nə arasıdır? İkinci Şıxılı kəndidir. Adın nədir qardaşım? Adım Kamil. Kamil qardaşımdır. Allah xeyirli versin, Allah sana dəyməsin. Qardaşım bir də yanındadır, Sumqayıt bası. Özü düşməsəmin səsi düşsün. Sən də yəqin ki, buraya qonaq gəlibsən. Bəli. Xoş gəlibsən. Mən də elə qonağam, deyirsən sən də xoş gəlibsən. Allah köməyiniz olsun, Allah iştavan diləsin. Bildiyiniz kimi aparatımız 3 kilovadır, 3 kilovadır, 4 təkərimiz sarğıma olfaza, 3 təkəridir. Voltmetri, bir dənə üstündə voltmetri var, bir dənə burada voltmetri var. Tokumuz belə qoşduq 210-dur. Qardaş bu xəttdən çəkib, bax, gör hardan gətirib. Əslində bu işləyər ondan, prosta şunur 5-10 dəqiqə qızandan sonra motor boğulacaq. Bizim aparatın üstündə belə kinona, bayba şunurdur. İnşallah yoxlamaq üçün qoşmuşuq. İnşallah qardaş xətti alüminium eləyəcək. Ya Allah. Bıçaqlarımız da oynaq bıçaqdır. Bundan bunkeri. Gətir qardaşım, bax. Hara getdin? Bax, bir də yadına qalsın. Bu bağlı vəziyyətdə arpa boşaltdı. Boşalt arpadan. Ya Allah, ya bismillah. Məsdi, ya birini gətir. Sən birini gətir. Birini gətir inşallah. Batdım. İş budur, keyfiyyət budur. Danışansızda sarxan bilə sarv olası. 2 qab arpamızdır. İnşallah bu bizim meşoxumuz. Bax, qardaşım meşox yer var. Qoş orada bir dənə. Ya Allah. Sancağı var, qoş. Birini orada qoş, birini o biri qoş. Onu biraz taram elə ki, boş buraxmasın bölündən. Bax, qoşandan sonra bax, ürgətmə olmasın. Bax, elə yox. Keçirik, bunu bir də qatdır üstünə. Hamımız kənd uşağı, təkətlər vermişik. Allah bana yana bərəkət versin. Hə, yallah, qoş kodda, ya bismillah. Tok nə qədərdir? Tok hal-hazırda 216 oldu. Aç bunu, bax. Biraz aç. Bax, onu bağla, bir dənə aç. Aç bunu. Sıxılı qalsın. Qazax rayonunun 2-ci Şıxılı kəndidir inşallah. Tokumuz da hal-hazırda 192, 193. Bu da arpamızın geçməyi. Kimə lazım olsa elə qazarsın. Satılma qoşun pulsuzluğun olmazlar. Qiymət də 1000 manat. Tozu da oradan bırakır bak. Buradan bırak. Buradan bırakır. Gördün toz bırakmadı. Buradan bir ölçen bağlamak lazım, toz bırakmasın.